Hello everyone. Salam hər kəsə. Bugünkü dərsimiz 5-ci sinif dərsliyindəndir. Unit 7, Lesson Speaking. Bölmə 7, dərs danışma. Exercise 1. Tapşırıq 1. Read and listen to two friends talking about clothes. İki dostun paltarlar haqqında danışığını oxuyun və dinləyin. Where are they? Onlar haradadırlar? İlk önce dinleyek, daha sonra birlikte tercüme edek. Are you wearing a new sweatshirt? Yeah, it's my brother's. Do you like it? Not really. I prefer your red sweatshirt. Well, that's my favorite. But this sweatshirt is nice. I guess it's a bit big. Really? Yes. And I think it's really old. You're right. What are you doing? I'm changing my sweatshirt. İse gelin tercüme edek. Hi Georgia. Salam Georgia. Are you wearing a new sweatshirt? Yeni idman köynəyi geyinmisən? Yeah, it is my brother's. Bəli, o mənim qardaşımındır. Do you like it? Onu bəyəndin? Not really. Əslində yox. I prefer your red sweatshirt. Mən sənin qırmızı idman köynəyinə üstünlük verərdim. Well, that's my favorite. Əla, o mənim sevimlimdir. But this sweatshirt is nice. Amma bu idman köynəyi gözəldir. I guess it is a bit big. Mənim fikrimcə o biraz böyükdür. Really? Doğrudan? Yes, and I think it is really old. Və mənim fikrimcə o çox köhnədir. You are right. Sən haqlısan. What are you doing? Nə edirsən? I am changing my sweatshirt. Mən idman köynəyimi dəyişirəm. Yəni uşaqlar, burada biz tərcümə edirik. Burada bizim bilmədiyimiz sözlər var. Hansı ki, bunlar ifadələr kimi istifadə oluna bilər. I guess, mənim fikrimcə, təxminimcə, really, həqiqətən, I prefer, üstün verərdim, daha çox bəyənərdim kimi sözlərdən də istifadə edəcək. Living English, İngilis dili ilə yaşamaq. Exercise 2, tapşırıq 2. Complete the mini dialogues with the expression below. Balaca dialoqu aşağıdakı ifadələrini tamamlayın. Bayaqki qeyd etdiyim ifadələr hansıları idi? I prefer, üstünlük verərdim, daha çox sevərdim. Not really, əslində yox, I guess, təxminimcə, fikrimcə sözlərdən istifadə edəcəyik. Bizə baxaq. Do you like my new sneakers? Mənim yeni idman ayaqqabılarımı bəyənirsən? Your old ones. No, var. So your old ones. Sənin köhnələrin. Burada olacaq. No, I prefer your old ones. Xeyr, mən sənin köhnələrini daha çox bəyənirəm. Yəni, onlara üstünlük verərdim ifadəsində istifadə olunur. Yəni, birinciyə I prefer yerləşdirəcək. Sizə rahat olması üçün sonda qeyd edəcəm. İkinci cümləmizə baxırıq. Where is my new sweater? Mənim yeni sviterim hardadır? Sviter uşaqlar, yun köynək deyə bilərik. I don't know. In the closet, I guessed. Bilmirəm. Çox güman ki, qardirobdadır. Yəni, geyim şkafındadır mənasında, dolabındadır. Üçüncüyə baxırıq. Do you like my pants? Mənim şalvarımı bəyənirsən? Not really. Sorry, I don't like green pants. Əslində yox. Təəssüf ki, mən yaşıl şalvarı bəyənmirəm. Sizə rahat olması üçün qeyd edirəm. Beləliklə, birinci cümləmizdə I prefer, ikincidə I guess, üçdə not really ifadələrini yerləşdiririk. Exercise 3, tapşırıq 3. Listen and repeat the expression. Dinləyin və ifadələri təkrar edin. Gəlin birlikdə dinləyək. This is my brother's sweatshirt. You're right. This is my brother's sweatshirt. Bu mənim qardaşımın idman köynəyidir. You are right. Sən haqlısan. Yəni, bunları dəfələrlə təkrarlayırsınız ki, deyiliş formasını rahatlıqla səsləndirə biləsiniz.
Exercise 5, tapşırıq 5. Listen to the dialogue again. Yenidən dialoqu dinləyin. Then practice with a partner və yoldaşınızla məşq edin. Yəni uşaqlar, sizə rahat olması üçün yoldaşınızla bunu canlandırırsınız. 6. Role play a new dialogue. Yeni dialoqu canlandırın. Follow the steps. Bu addımları izləyin. Bu addımlar dediyiniz uşaqlar nədir? Biz yəni bizə öyrədilən formada dialoqu canlandıracağıq. Take a picture of your friend is nice clothes. Dostunu gözəl paltarlarda bir şəklini çək. Change the words in blue to write a new dialogue in your notebook. Yəni uşaqlar, burada bizə verilən mavi ilə yazılan sözləri dəyişərək özümüzə uyğun formada dəyişəcəyik və dəftərimizə yeni bir dialoq yazacağıq. Practice your dialogue with a partner. Yoldaşınızla dialoqu məşq edəcəksiniz. Present your dialogue to the class. Və daha sonra dialoqunuzu sinif qarşısında təqdim edəcəksiniz. Yəni uşaqlar, burada birincidə verilən dialoq formasında bir dialoq yazacağıq. Sadəcə buradakı geyimləri biz dəyişərək öz geyimlərinizə, eyni zamanda ifadələri burada var bizdə really old və yaxud da ki I prefer, I guess kimi sözləri dəyişərək özümüzə uyğun formada dialoq quracağıq. Belə uşaqlar, dərsimiz bu qədər. İnşallah ki, izahım aydın olar. Hər hansı bir çətinliyiniz, sualınız olarsa, mütləq rəy bölməsində qeyd edin. See you next lessons. Növbəti dərslərdə görüşənədək.